ağanın şəxsiyyətində şəhidlik bir dənə boş yer tapmır ki, onu doldursun. Sanki şəhidliyin özü də dil açır İmam Hüseyin qabağında. Ağa, mən adi şəhidlərə bax bu fəzilətləri verirəm. Səndə bir dənə boş yer görmürəm. Səndə fəzilətdən kənar nəsə görmürəm, mən sənə verim. Bunun 3 dənə cavabı var. Birini tez deyirəm, çünki əsas ikisindədir məqsədim. Amma o birinci tez deyirəm, onu üstündə saatlarla yox, məclislər danışmaq olar. Məclislər danışmaq olar o bir dənə cavabın üstündə. Şəhidlik İmam Hüseyin ağanın o əzəmətli, kamil, mükəmməl şəxsiyyətində bir dənə yer tapmadı ki, oranı doldursun. Bəs neynədi? Verdi onu torpağa. Verdi onu qəbrə. Diqqət edirsiniz? Ağanın qəbrinə şərafət verdi. Ağanın torpağına dəyər verdi. Ağanın ziyarətinə verdi. Təsəvvür elə, şəhidlik bir şey tapmır ki, ağanın şəxsi vücudunda nəsə versin. Ona aid nələrəsə verir, torpağın fəzilətli eləyir. Ziyarətin fəzilətli eləyir. Göz yaşın fəzilətli eləyir. Bir adam Hüseyni ağlıya deyir, göz yaşının qiyməti budur. O nəyə görə deyir bu hədisi? Hədislər oxuyuruq ha? Mən bəqa, əv əbqa, əv təbaka, vəcəbət ləhul cənnə, hər kəs ağlıya ağlada, cənnət ona vacibdir. Görürsünüz, cənnəti deyir, Hüseynə vermirəm. Cənnəti Hüseynə vermirəm. Cənnəti Hüseynə ağlayan göz yaşlarına verirəm. O göz yaşının müzdi cənnətdir. Göründü Hüseynin müzdi nədir? Da cənnət deyil. Ondan da yüksək. Ona görə şəhid adi şəhidə şəhidlik, cənnət qazandırar. Amma İmam Hüseyin əleyhissalama nə qazandırsın? Nəyi yoxdur ki, nə versin? Hər şeyi var. Ona görə torpağına verir. Deyirəm, torpağın götürüb şəfa məqsədi ilə yesin, şəfa verər Allah sənə. Gör, nə qədər dəyərlidir o torpaq. Gör, nə qədər dəyərlidir o torpaq ki, deyir, əgər o torpaqdan hazırlanmış bir dənə möhür cibində ola, zikir deməyəsən, Allah səni zikr edənlərin cərgəsində yazar. Bir var təsbehi götürmüsən əlvə zikir deyirsən. Allahu Ekber, Allahu Ekber, Elhamdülillah, Elhamdülillah, Subhan. Allah sənə zikrin savabını verir. Amma bir dənə Kərbəla torpağından hazırlanmış təsbehdir, cibindədir, zikir demirsən, fikrin, xəyalın başqa yerdədir. Amma çün cibindədir, Allah sənə o Subhanallahın savabını yazır. Niyə? Kərbəla torpağı var cibində. Əgər buyurur Kərbəla torpağına səcdə eləsən, nə olar? 7 qat səmanı aşar sənin səcdön. Kərbəla torpağına səcdə 7 pərdəni götürər. 7 pərdədən məqsəd 7 dənə səma təbəqədir. Yəni, möhrə səcdə namazını qəbul elətdirər. Baxın, Həzrəti Əli əleyhissalam iman gətirəndə 13 yaşı var idi. Məşhur rəqəmdə 12-13 yaşında balaca uşaq idi, iman gətirdi. Amma bu iman gətirdi sözü var, biraz naqis sözdür, dolğun söz deyil. İman gətirdi deyəndə adamın fikri o dəqiqə ora gedir ki, deyəsən bu əvvəl başqa aləmdə idi, indi iman gətirir. Ya küfürdə idi, ya şirkdə idi, nəuzubillah, indi iman gətirdi, oldu mömin, müsəlman. O söz ki, Əli əleyhissalamın barəsində deyirlər ki, Əli əleyhissalam 13 yaşında iman gətirdi, daha dolğun söz budur. Əli əleyhissalam 13 yaşında imanın aşkar elədi. Özü buyurur ki, ömrümdə bir an təsəvvür oluna bilməz ki, həmin anda mən Allaha ya şirk qoşum, ya küfr edeyim. Ola bilməz. Heç olmayıb da. Bir an mən Allaha küfr edeyim, ya şirk edeyim. Ağa 13 yaşında bəs sən iman aşkar oldu. Əvvəldən də imanda idi, əvvəldən də İslamda idi, əvvəldən də tövhiddə idi, tək Allahçılıqda idi. Sadəcə aşkar oldu həmin vaxtda. Peyğəmbərə peyğəmbərlik 40 yaşında verilib. Görürsünüz nə deyirik? Peyğəmbərlik verildi peyğəmbərə, özü də 40 yaşında. Bu söz də biraz dürüst söz deyir. Daha dolğun söz budur ki, 40 yaşında peyğəmbərin peyğəmbərliyi aşkar oldu. Özü buyurur Peyğəmbərimiz, Kuntu nəbiyyən
mən peyğəmbər idim. Keçmiş zamanda. Mən peyğəmbər idim. Və Adəmu ma beynəl mai və turab. Həzrəti Adəm torpaqla su arasında olan vaxtdan. Adəm hələ yaranmamışdı, onun xəmiri yoğrulurdu. Peyğəmbər buyurur ki, mən o zamandan peyğəmbər idim. Bəs onda 40 yaşında nə oldu? Peyğəmbərlik aşkar oldu. 40 yaşına qədər də peyğəmbər idi. Amma aşkar olması o dövrdə oldu. Peyğəmbər olmayıb, indi peyğəmbər belə bir şey yoxdur.